Qrip xəstəliyinə yoluxduğumuz zaman necə müalicə olunmalıyıq? Gəlin aydınlaşdıraq. Öncə onu bildirim ki, qrip zamanı edilən ən böyük səhvlərdən biri antibiotiklərin təyin olunmasıdır və yaxud da özbaşına istifadə olunmasıdır. Bu yanlışdır. Səbəb isə ondan ibarətdir ki, qrip virus mənşəli xəstəlikdir. Antibiotiklər isə bakteriyalara təsir edir. Qripi necə müalicə edək? Qrip virusunun xüsusi bir müalicəsi yoxdur. Yəni, müəyyən antivirus dərmanları təyin olunsa da, bunlar inkişafın qarşısını almaq üçün təyin olunur. Lakin qrip virusun tutulan zaman müəyyən simptomatik vasitələrdən istifadə edə bilərik ki, xəstəliyi daha gümrah şəkildə keçirmiş olaq, bitirmiş olaq. Qrip xəstəliyi zamanı əsas edilməli olan şeylərdən biri 5 gün ərzində yataq rejiminə keçməkdir və temperatura nəzarət etməkdir. 38-dən yuxarı olduğu təqdirdə qızdırma salıcı vasitələrdən istifadə etməkdir. Həmçinin ən əsas məsələ çoxlu ilıq mayının qəbul olunmasıdır və bu vasitə ilə biz virusun konsentrasiyasını qanda azaltmış oluruq. Qrip və infeksion proses haqqında ətraflı məlumat almaq istəyirsinizsə, Dr. Nemo YouTube kanalında qrip virusu nə qədər tanıyırıq adlı videonu izləyə bilərsiniz.